evladının biri o dünyada ama biri hala da hayatta yaşayır. Gör biz ne kadar kudurtmuşuz. Vallahi bir avırçılıktı. Ne kadar kudurtmuşum. Nəsimi rayonuna mənə nə desələr yaxşıdır. Səhv eləmirsə oradan zəng gəlmişdi. Siz gəlib izahat yaza bilərsinizmi? Hardan gəlin? Mən Gürcüstanla sərhəddə Aksavadan gəlim sana bir də izahat yazım. Ha? Bəs siz deyəcək bu paqonu bırakan qoy eləcək otu. Kişinin uşağı iş görür. Normal iş görülseydi teşhis kamerası aşkar olardı bu vaxta kimi. Bu nə öz başınalıqdır? Ha? Deyirik ki az yaşlılara gündən günə hadisələr, az yaşlılar birini yaxlayır, birini bıçaqlayır, məktəblini bıçaqlayandan sonra üstündən maşınla keçirlər. Evdə əşkiliyi bu hecədə görsəməyib, Azərbaycanda çıxıbdır. Bu da nədən qaynaqlanır? Çünki biz onların başını tumarlayırıq. Və ya fazla az yaşlının imkanı var. Adamı var ya hesabı var. Çünki rüşvət qanımızdadır, qanımızda. Cinayət nə qədər çox olsa cibimizə o qədər dollarlar gəlir, məbləğ gəlir. Əgər bu hadisə hansısa bir Milli Məclisdə oturanların başına gəlsəydi, arzu eləmirəm gəlməsin. İndi onlar dərhal sabahı günü müzakirəyə qoymuşlar ki, prezidentə yazaq, pozaq. Ya bu nədir? Bunlara ciddi tədbir görülməlidir. Günü-gündən bu öz başlanır. Az yaşlılar heç də çəkinmir. Bu nə tədbir görməlidir? Biz ona şərait yaradırıq. Heç görmüşük ki, az yaşlı belə bir mod düşsün. Geçsin 5 mərtəbəli binadan özünü atsın, desin ki, bu yaxşı şeydən geçsin özünü atsın. Bila bunu görmüşük? Yox. Ancaq cəza verib TikToka qoymaq, nəlimlə qarmaq. Milli Məclis nə ilə məşğuldur? Heç nə. Elə birinin bananla məşğuldur, biri bina titirir, nesəsinin mağazini. İştesəm Aksava rayonun deputatı tatilə gəlmişdi. Bu söz sana da aittir.